Hər kəsə salam. Deməli, bu gün keçirilmiş ikinci cəhd informatika fənnindən ətraflı yazılı tələb edən suallardan birinə baxsaq. Deyir ki, klaviaturadan daxil edilmiş n sayda natural ədəddən bütün rəqəmləri tək ədəd olanları çap edən proqram Python dilində yazın. Yəni, nümunədən də göründüyü kimi, girişə 4 ədəd daxil olub. Bunlardan bütün rəqəmləri tək olan ədədlər 135 və 1771-dir, çıxışa gedib. Digər nümunə 3 ədəd daxil olub. Bunlardan da bütün rəqəmlər tək ədəd olan 113-dür. Bunun üçün əvvəlcə biz ədədlərimizin sayını daxil etməliyik. Yəni, n-i daxil edək. N bərabərdir int ədədi daxil edək. Və bunun üçün dövrdən istifadə eləməliyik. Hər bir ədədi daxil eləmək üçün. Bu ədədimiz A olsun. Ədədləri daxil edək. Həmin bu ədədi rəqəmlərinə ayırdıqdan sonra tək rəqəmləri saymaq üçün k bərabər 0 desək və bir də tək rəqəmləri saydıqdan sonra həmin bu ədədin uzunluğuna bərabər olduğunu göstərmək üçün bir t bərabərdir STR A yazsaq və while dövründən istifadə edib rəqəmlərini ayıraq. Nə qədər ki A böyükdür 0 Q deyək, rəqəmlərini ayırmaq üçün A-nın 10-a bölünməsindən alınan qalıq və bu Q-nün təkliyinin cütlüyünü yoxlamaq üçün Q əgər 2-yə bölünməsindən alınan qalıq 1-ə bərabərdirsə, o zaman K-nı sayaq. K bərabər K plus 1, yəni təkdir. Və A-nı da hər dəfə tam üstə 10-a bölünməsindən tam üstə 10 dəfə azaldaq. Və bu zaman while qırılandan sonra bir şərt qoyaq. Əgər K len t-yə bərabərdirsə, yəni uzunluğuna bərabərsə, deməli hamısı təkdir və print deməli A-nı yox, nəyə çapa verməliyim? Int t ədəd olaraq çapa versin. Nəyə görə A yox? Çünki A burada son qiyməti dəyişmiş olur. Amma ilkin ədəd özü burada t-yə mənimsə edilib sətir formasında, o zaman ona görə integer ədəd formasına çevirib çapa veririk. Bu qədər.